İndi isə daha ətraflı. İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Bugün daha 24 ailə Xocalının Ballıca kəndinə qayıdıb. 33 il əvvəl ağrı acı gözyaşları içində kənddən çıxmağa məcbur olanlar bugün böyük sevinç və qürur hissi ilə geri dönüblər. Yeni evlərinin açarlarını təhvil alıblar. Onlar təəssüratlarını təfərrüatlı şəkildə əməkdaşlarımızla bölüşüblər. Sevincimdən hətta umudu yoxdur. Uşmağa qənadım yoxdur, sevincimə. Yol boyu gələ-gələ ağlamışam. Çox sevinirəm. Ya anam kimi də sevinirəm, çox sevinirəm. O yerləri çox anırdıq, bu günə çox şükür. İndi artıq öz vətənimizə dönürük. Sevinçlisiniz? Sevinçliyəm. Bugün onlar üçün əlamətdardır. Çünki 33 ildən sonra öz kəndlərinə qayıdırlar Ballıca sakinləri. Xocalının Ballıca kəndi, daha 24 ailə, 98 sakin əbədi olaraq doğma yurda qovuşdu. İnsan taleyi təzadlarla doludur. Bir zamanlar yurdumuzu tərk edərkən buranı kədər və ümidsizliklə tərk etmişdik. İndi isə qürur hissi ilə qayıdırıq, deyir Ballıca sakinləri. Xırdalanda, yataqxanada məskunlaşmışdım. Çox əzablar çəkmişəm, çox zülümlər çəkmişəm, həqiqətən. İndi bu günü mən çox fəxr eləyirəm. Burada gedən hadisələrdən ən azı valideynlərimizin verdiyi qədər məlumatımız var. Allah şəhidlərimizə rəhmət eləsin, Allah onların məqamlarını uca eləsin. Allah qazilərimizə can sağlığı versin ki, bu günləri, bu gözəl hissi bizə yaşadıblar. Yəni ən azı bizim də üstümüzə düşən məsuliyyət, bizim üstümüzə düşən yük budur ki, bu gün onların haqqını unutmayaq. Ailələrə yeni evlərin açarları verilib. Onların burada rahat yaşamaları üçün hər bir şərait yaradılıb. Bu həm də o deməkdir ki, insanlar öz doğma yurtlarına artıq geri dönürlər, onlar burada yaşayırlar. Xocalı yenidən öz sakinlərinin nəfəsi ilə isinir bu gözəl bahar günündə və hər bir şəraitdə qurulub, infrastruktur yaradılıb, məktəb, bağça fəaliyyət göstərir və hər bir insanın da, bura köç edən insanın da təbii ki, məşğulluq məsələsi ön plana çəkilir və onların təbii ki, özlərinin fərdi təsərrüfatları da var. Digər sahələrdə də öz ixtisaslarına uyğun, öz bacarıqlarına uyğun işlə təmin olunurlar və proses yenə də xatırladıram ki, mərhələli şəkildə davam edir. Qeyd edək ki, bugünkü köçdə daxil olmaqla Ballıcaya köçürülən ailələrin sayı 136-ya çatıb. Hazırda kəndin 660 sakini var. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Elmin İspəndiyarov, Elnur Orucov, ASTV xəbər.